İran bir neçə il ərzində Birləşmiş Ştatlar üçün təhdid yarada bilər. Bu fikirləri ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsi sədrliyinə namizəd Dean Keen səsləndirib. O, ABŞ prezidenti Donald Trumpın Vaşinqtonun Tehranın nüvə silahına sahib olmasına imkan verməməli olduğu barədə fikirlərini dəstəklədiyini qeyd edib. Keyn vurğulayıb ki, əgər İranın nüvə proqramı inkişaf etsə, bu təkcə ABŞ-ın müttəfiqləri və yaxın şərqdə yerləşən Amerika qoşunları üçün təhlükə yaratmayacaq. Eyni zamanda Birləşmiş Ştatların özünə birbaşa mövcudluq təhdidi törədəcək. Komitə üzvləri Keyndən soruşublar ki, əgər Tehran nüvə proqramı ilə bağlı razılaşmadan imtina etsə və Vaşinqton hərbi müdaxilə qərarı versə, o prezidentə İrana mümkün zərbələr və bunun nəticələri ilə bağlı variantlar təqdim edəcəkmi? Düşünürəm ki, prezidentə müxtəlif seçimlər təqdim etmək və onun üçün ən uyğun variantı seçməsinə imkan yaratmaq Baş Qərargah Rəisləri Komitəsinin sədrinin vəzifələrinə daxildir. Keyn cavab olaraq qeyd edib. Xatırladaq ki, martın 30-da Trump bəyan edib ki, əgər İranın nüvə proqramı ilə bağlı danışıqlarda irəliləyiş əldə olunmazsa, 2 həftə ərzində bu ölkəyə qarşı ikinci dərəcəli sanksiyalar tətbiq ediləcək. O həmçinin qeyd edib ki, əgər Tehran tamamilə razılaşmadan imtina etsə, onun misli görünməmiş bombardımanlar gözləyir.